Yeni nəşrdə bu, uşaqlar salam, sabahınız xeyir olsun. Yeni nəşr 2025-ci il 2-ci hissə toplu alkanlar və sikloparafenlər 120 sual. Yəni bu da səhifə 132 ilə uşaqlar. Səhifəsini yazaq 132-ci səhifədə. Nə deyir burada? X alkanda belə bir cədvəl var. Alkanlar hansı karbohidrogenlərdir? Doymuş, X-dir, Y-dir, bir də Z-dir. Molekulunda hidrogen atomunun sayı. Nə atomu? Hidrogen atomunun sayı. Say deyəndə aşağıdan yazmanın yeri yoxdur. Hidrogen atomunun sayı deyəndə hidrogen indeksinə baxmaq lazımdır. 4 dənə hidrogen atomu, 6 hidrogen atomu və 8 hidrogen atomu. Molekulunda karbon atomunun sayı A-dır, B-dir və bir də C-dir. Həlli necədir uşaqlar? Alkanın ümumi formulunu yazmaq lazımdır. Və alkanın ümumi formulunu yazanda hidrogen atomunun sayı X alkanında neçəyə bərabərdir? 4-ə. Baxın, atom deyəndə hara fikir verilir indeksə? 2n bərabər 4 plus 2 soldan sağa keçirdəndə minus 2. 2n də bərabərdir 2-yə. N bərabərdir 1-ə. X alkanında karbonun sayı 1-dir, hidrogenin sayı 4-dür. Bu X alkanında. İndi karbonun sayı A-na işarə edib. A-nın qiyməti neçəyə bərabərdir? 1-ə. Yəni karbonun sayı neçə oldu? 1. Metan, şaxta və ya bataqlıq qazı təbii qazın 80-97%-ni təşkil edir. Yəni təbii qaz saf maddə deyil, qarışıqlara aiddir. Özü də homogen qarışıqlara. Onun 80-97%-i nədir? Metal. Keçirik Y maddəsinə. Y yenə də alkandır uşaqlar. Bu alkanda hidrogen atomunun sayı deyəndə 2n plus 2 bərabərdir 6-ya. 2n də bərabərdir. 6-dan da 2 çıxanda 4. N də bərabərdir. Neçə oldu? 2. N2 olan alkan C2. Baxın. Hidrogen də 6 da 7-də H6. Etan. Alkanların homoloji sırasının neçənci nümayəndəsi? 2-ci nümayəndəsi. Və bu alkanda, diqqətlə baxaq, bu alkanda karbonun sayı 2-dir. Onu da B ilə işarə ediblər. B-nin qiyməti neçəyə bərabərdir? 2-yə. Üçüncü alkan Z alkanıdır. Yenə də alkanların ümumi formulunu yazmaq lazımdır. Və bu zaman hidrogen atomunun sayı 8-ə bərabərdir. Atom deyəndə indeksi cəmləyib bərabər edirik 8-ə. 2-yə də bərabərdir. 8-dən 2 çıxanda 6, N də bərabərdir 3-ə. N3 olan alkan C3H8 propan. Propan qaz halındadır, etan da qaz halındadır. Metan, birinci tapdığımız X alkanı metandır. Y alkanı nə tapdıq biz? Metandan sonra Y alkanı etan tapdıq. Sırayla getirir uşaqlar. Metan, etan və Z alkanı nə oldu? Propan. Bunlar alkanların homoloji sırasının ilk 3 nümayəndəsidir ki, hansı ki izomeri yoxdur. Yenə də karbonun sayını soruşur. C bərabərdir neçəyə 3-ə. Bizə deyir ki, A-nı tapın, B-ni tapın və C-ni tapın. Cavab necədir? A 1, karbonun sayı 1-dir. B, karbonun sayı 2-dir və C də karbonun sayı 3-dür. Nə bənd oldu orada? 2, yox 1, 2, 3. Bəli, Y bəndi. Aha, Y bəndi. Keçdik digər suala. Digər sual uşaqlar 121-ci sualdır. 121-ci sualda yenə də cədvəl verilib. Cədvəldə yazıb alkan və bu cədvəldə X yazıb, Y yazıb, bir də Z yazıb. 1 molunun tam yanmasından alınan suyun mol miqdarı. 1 mol alkanın necə yanması? Tam yanması alınan nəyin? Alınan suyun, H2O-nun nə miqdarı? Suyun molu. Mol miqdarı, mol sayı yəni. Mol sayı, suyun mol sayı deyəndə suyun miqdarına baxmaq lazımdır. X alkanı yananda suyun miqdarı nə qədər olub? 4 mol. Y alkanı yananda suyun miqdarı 6 mol və Z alkanı yananda 5 mol. Alkanın neçə molu yanıb uşaqlar? 1 molu. Bizə sual verir ki, X, Y, Z hansı alkandır? Əvvəlcə biz X alkanını yandırırıq. Su deyəndə biz çevirmə yazaq. Ona görə ki, yanma reaksiyasının yananda vaxt gedəcək. Biz suyu deyirsə, nə vaxtdır biz reaksiyanla özün bütöv şəkildə yazırıq. Yəni
alkan plus oksigen, o zaman oksigen lazım olanda. Amma indi hal-hazırda su deyirsə çevirmə yazırıq. Və alkan özü neçə moldur? Qarşısında heç nə yazılmayıbsa, elə alkan 1 moldur. Baxın, burada heç bir rəqəm yoxdursa 1 mol. Alkan yananda 4 mol su əmələ gəlir. Həqiqətən də alkanın 1 molunun yanmasından 4 mol su əmələ gəlir. Buradakı hidrogenin sayı alkandakı hidrogenin sayına nədir? Bərabərdir. Kütlənin nə qanunu var? Saxlanma qanunu. Soldakı atomlar sağdakı atomlara bərabərdir. Soldakı hidrogen sağdakı hidrogenə bərabərdir. Hidrogen 2n plus 2-dir, bərabərdir. 4-ü vur 2-yə, 8-ə. 2n də bərabərdir. 8-dən 2 çıxanda 6, n də bərabərdir 3-ə. Eni 3 olan alkan C3H8. Bu propandır. Propan alkanların homoloji sırasından 3-cü nümayəndəsidir və qaz halındadır. Propan adı necə addır? Tarixi adı. İlk 4 nümayəndəsinin adı Rəşid necə addır? Tarixi ad. Davam edirik. Enin qiyməti neçə oldu burada? 3. Digərinə keçirik. Digəri Y alkanı. Bu X alkanı idi. İndi gəlir Y alkanı. Yenə də alkan yazırıq. Alkan 1 molu. Qarşısında heç nə yoxdursa uşaqlar neçə moldur? 1 mol. Alkan yanıb. Yananda 6 mol su əmələ gəlib. Suyun miqdarı 6 moldur. Baxın, maddə miqdarı 6 moldur. Və bizə deyir alkanın müəyyən edin. Hidrogenin sayı, buradakı hidrogenin sayı elə sudakı hidrogenə nədir? Bərabərdir. Hidrogen atomu 1 molda nə qədərdir? 2n plus 2 bərabərdir. 6-nı vurduq 2-yə. 12 dənə nə atom oldu? Hidrogen atomu. Atom deyəndə tək yazın, indeksində 2 yazmaq olmaz. 2n də bərabərdir. 12-dən də 2 çıxanda 10-a. N bərabərdir. 10-u 2-yə böləndə N'in qiyməti neçə olur? 5. Eni 5 olan alkan pentandır. Pentan mayelərin ilk nümayəndəsidir. Maye alkanların ilk nümayəndəsidir. Pentan. Penta Yunanca 5, sonuna bir nə hərfi əlavə edilir? N hərfi əlavə edilir. Mayelerin nə idi bu? İlki. Bu əlavə məlumatdır. İlk maye halında olan alkandır. Və Z yenə də alkandır. Həmin alkan Z alkanı 1 molu yanıb. 1 moldur. Qarşısında heç nə yazılmayıbsa 1 mol. 1 mol alkan yananda 5 mol su əmələ gəlib. 5 mol su. Kütlənin nə qanunu var? Saxlanma qanunu. Buradakı hidrogenin sayı, buradakı hidrogenin sayına bərabərdir. Hidrogen 2n plus 2 bərabərdir. 2, 5-ə vuranda 10. 2n də bərabərdir. 10-dan 2 çıxanda 8. N'in qiyməti neçədir bizdə? 4. Eni 4 olan alkan, qaz halında olan alkanların sonuncu nə idi? Uşaqlar nümayəndəsidir butan. Qazların sonudur. Butan adı necə addır? Tarixi adı. Deməli, X alkanı oldu bizdə propan. Y alkanı biz tapdıq pentan. Pentan mayələrin ilkidir və Z alkanı butan. Bu da qazların son nümayəndəsidir. Propan, pentan, butan. Cavab nə bəndə oldu? A bəndi. Davam edirik, keçirik 122-ci suala. 122-ci sual. Alkan, cədvəldə yazıldı, düzdür uşaqlar. Alkanın maddə yazıb burada, cədvəl çəkibdə. Maddə, maddədən sonra belə xəttlər qoyub cədvəl. Alkan, maddə sözünü nə yazıb? Alkan. Və alkanın mol miqdarı yazıb, mol miqdarı qısa yazıb, miqdarı nə qədərdir? 0,1 mol. Və alkanda neutron sayı. Neutronun sayı nə qədərdir? Neutronun mol miqdarı daha doğrusu. Mol miqdarı, o da 2,4 mol neutron var. Və bizə deyir ki, alkan molekulunun formunu tap. Alkanın ümumi formulu necə idi? CnH2 plus 2. Mol miqdarı nə qədərdir? 0,1 mol. 0,1 molda nə qədər neutron var? 2,4 mol miqdarında nə var burada? Neutron. Bax, bu sözü mütləq yazmaq lazımdır. Neutron, ora diqqətlə fikir vermək lazımdır. Yəni 0,1 mol maddədə 2,4 mol neutron var. Bu özü neçə moldur? 1 mol. 1 molda olan neutronun sayı nə qədərdir? Neutron yox, hesablamaq lazımdır neutron. X. Karbonun ondan ötürü sıra nömrəsi 6-dır. Ayrı neçədir? Hidrogenin sıra nömrəsi 1. Ayrı neçədir? 1. Neutron 6 dədir. Bu neutron 0-a bərabər. Nöqtəli vergül.
Yəni bunlar artıq testdə verilib həll etmək üçün. Baxın, mötərizənin içində bunları veriblər testin aşağısız. İndi biz nə edirik? Alkanın neutronunu hesablama alkanlar dərsində də var idi, atom dərsində də var idi. 6-dır. Neutron 6 deyil. Biz indi hal-hazırda emir yox, neutron hesablayırıq. Neutronunu hesablamaq üçün mötərizədə 6-nın bir dənəsində 6 dənə neutron var. 6 mol neutron var. Bir dənə karbonda. Bəs N dənəsində o da belə 6 N neutron. Bəs bu neutron 0-dır. 0 hələ bura indeksinə vuranda 0. Yəni hidrogenin neutronun sayı uşaqlar nədir? Hidrogende 0. Çünki neutron baxın, birdən bir çıxanda neutron 0-a bərabərdir. Yəni hidrogenin neutron sayı ox qoymuşum 0-dır. Onda 6 N mol neutron var. Onu da gətirib yazıram hara? Neutronun aşağı hissəsində. 0,1 molunda 2,4 neutron varsa, mol neutron cədvəldə var idi. Bax, 0,1 molunda nə qədər neutron var idi? 2,4 mol neutron varsa, 1 molunda 6 N mol, nə oldu burada? Mol. Neutron. Molla soruşur neutronu. İndi biz 6N-ə məchul kimi baxsaq, necə yazırıq? 6N, həllim belədir. 6N bərabərdir. 2,4 mol bölmək 0,1 mola. Bunlar getdi, 24 qaldı. 6N də bərabərdir 24-ə. N də bərabərdir 24-ə 6-ya böləndə 4. N-i 4 olan alkan C4, H10, o butandır. Butan qazanda olan alkanların sonuncu nümayəndəsidir. Butan. Cavab burada D bəndi. 100, deməli 23-cü sual. 123-cü sualda hansı maddənin homoloqları? Homologiya sözünün mənası eyni sinfə aid olan maddələrə nələr deyirlər uşaqlar? Homoloqlar. Nələrdir onlar? Homoloqlar. Homoloqlar. Hansı maddələrin homoloqları? Kalium permanganatın, suda məhlulunun rəysizləşdirmir. Rəysizləşdirmirsə, deməli o maddədə kalium permanganatın adı nədir? Kalium, bir də təkrar edirəm. Permanganat. Kalium permanganatın digər adı marganisovkadır. Kalium metaldır, valenti 1-dir, qələvi metaldır. Mangan O4-də bir əsaslı nə qalığıdır? Turşu qalığı. Orta və necə duzdur bu? Normal duz. Qırmızı nə rənglidir? Bənövşəyi. 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 Deməli, qırmızı bənövşəyi rəngli kalium permanganatın suda məhlulunu rəysizləşdirməyən maddələrdə pi nə olmalıdır? Pi yoxdur. Pi yoxdursa, bu alkan ola bilər. Ya da siklon ola bilər, alkan. Ya alkandır burada, ya da uşaqlar siklo alkandır. Əvvəla birinci akril turşusu yazıb burada, A bəndində. Akril turşusu doymamış turşuların neçənci nümayəndəsidir? İlk nümayəndəsidir. Akril turşusunun tərifi necə yazılmış? 1 vinil plus 1 karboksil qrupundan ibarət olan necə maddədir? Mürəkkəb maddə. Orada bir vinil olmalıdır, bir də karboksil. Vinil deyəndə bir ədəd 2 qat rabitəyə birləşən karbonlar yazırıq. Bu vinildir. Və bir də düzəldəcəyik bunların hidrogenin yazmalıyıq. Baxın, 1, 2, H2, 1, 2, 3. Buradan da H. Bu radikalın adı nə oldu? Vinil. Və bir karboksil qrupundan ibarət olan karboksil qrupu, baxın uşaqlar, bu qrupdur. Doymamış turşudur. Nə rabitəsi var burada? Pi rabitəsi ilk nümayəndəsidir və akril turşusunun digər adı, beynəlxalq adı propen turşusu deyirlər ona. Nə turşusu deyirlər? Beynəlxalq adı propen turşusu. Akril turşusunda yan zəncirdə pi rabitəsi olduğu üçün bax, bromlu suyu və kalium permanganatın suda məhlulunu rəysizləşdirir. Niyə? Ona görə ki, baxın, karboksili çıxıran, bu pi-ni yox, bax, bu pi-yə görə. Vinildəki nəyə görə? Pi-yə görə. Vinil qrupunda pi var. Əslində akril turşusunda 2 dənə pi var. Bu vinil radikaldır. Baxın, bu vinildir. Bu nə qrupudur? Karboksil. Bir vinil və bir karboksildən ibarət olan mürəkkəb maddə akril turşusudur. Akril turşusunun beynəlxalq adı propen turşusudur. O kalium permanganatı
onun homoloqları rəysizləşdirir. Niyə görə rəysizləşdirir? Onun homoloqları doymamış turşulardır və doymamış turşularda karboksil qrupundan başqa radikalda pi rabitəsi var. Nə rabitəsi var? Baxın, turşu deyəndə karboksil qrupuna birləşən R hissəsə, baxın bu R hissədə, radikal hissəsində pi rabitəsi var. Karboksil deyirəm, aldehid yazıram, üzülürsün. Baxın, karboksil qrupundakı bu karboksildir. Hidrogen turşu nə bildirir? Bu pi-ni nəzərdə tutmuram uşaqlar. Bu R-də, yəni karboksilə birləşən R-də nə rabitəsi olmalıdır burada? Pi rabitəsi olmalıdır. O olur akril turşusunun homoloqları. B bəndi. Bunlar rəysizləşdirir. Etilen. Etilen alkenin tarixi adıdır. Bu alkenlərin tarixi adları beynəlxalq adı en şəkilçisindən bitir uşaqlar. Tarixi adı isə onların ilin şəkilçisindən bitir. Alkenlər CN, HCN formuluna uyğun gəlir. En böyük bərabərdir, 2-dən başlayır. Eten beynəlxalq adıdır. Etilen necə adıdır uşaqlar? Tarixi adı. Və etilen kalium permanganatın suda məhlulunu rəysizləşdirir. Hətta alkenlər kalium permanganatın suda məhlulunu rəysizləşdirəndə bu zaman doymuş neçə atomlu spirtlər əmələ gəlir? 2 atomlu spirtlər. Bu reaksiyanı belə də yazırlar. O oksidləşdiricidir. Plus su, alkenləri keçmişik biz. Orada kalium permanganatın nədə məhlullar? Suda məhlullar. Reaksiyanı yazmaya da bilərdim, amma göstərirəm ki, eten, etilen. Etilen yazıbdı. Etilenin homoloqları hara aiddir? Alkenlərə. Alkenlərin digər adı etilen sırası karbodrogenlərdir. Onların hamısında əsas karbon zəncirində bir ədəd 2 qat rabitə var. 2 qat rabitə olduğu üçün onlar hamısı kalium permanganatın suda məhlulunu, baxın 8-dən 1 çıxanda müsbət 7. Bu yalnız nə ola bilər? Oksidləşdirici. Yəni özünə nə ala bilər? Elektron ala bilər. Oksidləşdirici şərti olaraq nə ilə işarə edirlər? Ona qısa tənliyi yazıram burada. Bu tənliyi qısa formasını yazıram. Suda məhlulda oksidləşdikdə CH2 bura nə birləşir? OH. Yenə də CH2 OH. Doymuş neçə atomlu spirtdir? 2 atomlu spirtlərin ilk nümayəndəsi etan diol olur. Diol nə deməkdir? Neçə atomlu spirtdir? 2 atomlu və digər adı etilen glikol. Nə glikol deyirlər ona? Etilen glikol əmələ gəlir. Bir sözlə etilen, etandiolun digər adı etilen glikol. Doymuş 2 atomlu spirtlərin ilk nümayəndəsidir. Etilen glikol. Zəhərli maddədir. Bu spirt necə maddədir? Zəhərli maddədir. Yəni bütün alkenlər və ya başqa adı düşür. Etilen sırası nələr? Karbodrogenlər. Kalium permanganatın suda məhlulunu rəysizləşdirir və bu zaman doymuş neçə atomlu spirtlər verir? 2 atomlu spirtlər. Orada etilenin özündən yox, onun nəyindən gedir söhbət? Homoloqları. Homoloqlarında da mütləq bir ədəd neçə qat rabitə olmalıdır? 2 qat rabitə. Keçirik C bəndinə. C bəndində astilen yazılır. Astilen alkinlərə aiddir. Alkinlər pi rabitəsi olduğu üçün astilen sırası karbonhidrat. Astilenin homoloqları alkinlərə aiddir. Yəni onun homoloqları hara aiddir? Alkinlərə. Bu maddənin adı nə oldu? Asetilen. Onun homoloqu oldu alkin. Alkinlər kalium permanganatın nədə məhlulunu rəysizləşdirir? Suda məhlulunu rəysizləşdirir. Deməli, asetilen kalium permanganatın suda məhlulunu rəysizləşdirəndə diqqətinizi bura yönəldin. Çünki bu reaksiyadan bir dənə yerdə yazılıb, orada bilməm 2 dənə yerdə belə olmalıdır testdə. Asetilen kalium permanganatın şərti olaraq belə yazırıq. Kalium permanganatın suda məhlulunu rəysizləşdirir və bu zaman oksalat turşusu əmələ gəlir. Oksalat turşusu neçə əsaslı turşudur? 2 əsaslı doymuş 2 əsaslı turşudur. 1, 2. Bu turşunun adı nə turşusu oldu? Oksalat turşusu. Üzvü neçə əsaslı turşudur? 2 əsaslı. 2 dənə karboksil qrupu var. Asetilen kalium permanganatın iştirakı ilə oksidləşir. Bu oksidləşdiricini bax qısa şəkildə nə ilə deməli işarə edirlər? Onu. Budur uşaqlar. Bu reaksiyanın necə tənliyidir? Qısa tənliyi. Hansı tənliyi oldu bu?
qısa tənlik və qısa tənlikdə kalium permanqanatın iştirakı ilə oksidləşəndə oksalat turşusu əmələ gəlir. Oksalat üzvü neçə əsaslı turşudur? 2 əsaslı, özü də doymuş turşudur. Oksalatı belə də yazmaq olar uşaqlar. Sonra necə yazmaq olar? Oksalat karboksil, yenə də bir dənə xətt qoyuruq karboksil. Oksalat turşusu. Etan dikarbon turşusu. Etan, karboksil qrupu 2 dənə olduğuna görə dikarbon turşusu. Dikarbon turşusu. Neçə əsaslı turşu oldu? 2 əsaslı. Dikarbon turşusu niyə görə deyirik? Neçə dənə karboksil qrupu var? 2 karboksil qrupu var. Bir sözlə alkinlər, yəni astilinin homoloqları, alkinlərin digər adı asetilen sırası karbonələrdirlər, hidrogenlər. Onlar kalium permanqanatın suda məhlulunu rəysizləşdirir. Divinil. Sonra gəlir D bəndi. D bəndində nə yazıb uşaqlar? Divinil. Divinil hansı kalçikum monomeridir? Divinil sintetik kalçikum monomeridir. Divinilin digər adı nədir? Butadien. Nə deyirlər ona? 1, 3. O, konjüge olunmuş alkadenlərin nə idi? İlki. Qoşulmuş alkadenlərin ilk nə idi? Nümayəndəsidir. Alkadenlərin, bəli, divinil alkadenlərə aiddir. 2 dənə vinil bir-biri ilə tək qat rabitə ilə birləşir. Vinil deyəndə bir ədəd 2 qat rabitəyə birləşən karbonları 2 qat rabitələr bir-biri ilə bir tək qat rabitə ilə birləşirsə, 2 qat rabitə bir-biri ilə bir tək qat rabitə ilə birləşir. Vinil, yenə də vinil. Olur bu maddənin adı nə oldu? Divinil. 2 valenti var. İkisini ilə əvəz edirəm hidrogenlə. 1, 2, 3, birinə nə birləşdirəm? Hidrogen. 1 valent, 2 valent, 3 hidrogen. Valent xəttləri 2 dənə var, H2. Bu maddənin adı nə oldu uşaqlar? Divinil və ya digər adı butadien 1-dən və 3-dən. 2 qat rabitə birinci karbondan çıxır, bir də 3-cü karbondan. Digər adı nə oldu? Divinil. Sintetik kalçikum monomeridir. Neçə də pi rabitəsi var? 2 dənə. 2 dənə pi rabitəsi var və pi'lər olduğuna görə kalium permanqanatın suda məhlulunu rəysizləşdirir homoloqları, yəni oxşarları. Oxşarları hansı sinifə aiddir? Alkadenlər sinifinə. Alkadenlər sinifinə aiddir və yəni bu sinifə alkadenlər. Divinilin oxşarları alkadenlərə aiddir və alkadenlərdə pi olduğuna görə kalium permanqanatın nədə məhlulunu? Suda məhlulunu, onun homoloqları, divinil özü də, oxşarları da kalium permanqanatın suda məhlulunu rəysizləşdirir. Rəysizləşdirmir uşaqlar Y bəndidir. Ona görə ki, rəysizləşdirməyən alkanlar ola bilər, etandır və etanın nələri? Homoloqları, oxşarları. Homoloqları hansı sinifə aiddir? Alkanlar sinifinə aiddir. Etanın homoloqları sinifi nədir? Alkan. Onlarda pi yoxdur, pi rabitəsi yoxdur. Pi olmadığına görə kalium permanqanat. Permanqanat deyəndə manqan O4-ün valenti 1-dir, kalium valenti 1, orta və necə duzdur? Normal duz. Kalium permanqanat qırmızı nə rənglidir? Pi rabitəsi yoxdur. Kalium permanqanat qırmızı bənövşə rəngli məhlulu rəysizləşdirmir etanın homoloqları. Cavab nə bəndə oldu? 123-cü cavabı Y bəndi. Bir sözlə yadda saxlayın ki, alkanlar və sikloalkanlarda pi rabitəsi olmadığı üçün sonu an şəkilçisindən qutaran alkanlar və sikloalkanlar pi olmadığı üçün alkan və sikloalkanlarda pi olmadığı üçün bromlu suyu və kalium permanqanatı rəysizləşdirmir. Keçid alırıq indi uşaqlar 124-cü suala. 124-cü sualda nə deyir? 2 mol metanı yazıb burada. 1500 dərəcədə parçalanır. Metan 1500 dərəcədə parçalanır. X və 3 molda Y yazıb. X ilə də Y reaksiya girir temperatur və katalizatorda Z əmələ gəlir. Həllin yazıram uşaqlar. Metan 1500 dərəcədə parçalanır. Nəyə? Astilinə və etin və ya astilin plus hidrogenə. Karbon 2, bura bir 2 yazırıq. Parçalanma reaksiyasıdır. Bir mürəkkəb maddədən bir mürəkkəb, bir də bəsit maddə əmələ gəldi. Hidrogen 4 dənə,
buradadır. Vurduq 2-yə. 8 dənə hidrogen var solda. Sağda ikisi var. 2 hidrogen var. 8-dən 2 dənə hidrogen atomu çıxanda 6 qalır. 6-nı da bu 2-yə bölürük. Bura bir neçə yazırıq? 3. Baxın, 4 dənə hidrogendir. Vurdum 2-yə. 8-in. Bu 2 həm karbona, həm də hidrogena aiddir. 8 də hidrogenin ikisi var. 8-dən 2 çıxanda 6-yı da 2-yə böləndə 3. 3-ü 2-yə vuranda 6 da hidrogen burada, 2 də hidrogen burada. 8 də hidrogen sağdadır, 8 də soldadır. Sol hara bərabərdirsə. Bizim X maddəmiz nədir? Burada 1 mol ayrılan astilendir və 3 mol ayrılan hidrogen qazıdır. Qarşısında görürsünüz neçə mol yazılıb? 3 mol. Sonra da astilenlə hidrogen 1 mola 1 mol reaksiya girir. Aşağıdan da yazıb X plus Y, amma Y-in qarşısında heç nə yoxdur. Deməli, bu birinci reaksiyada biz tapdıq X-i. X nə oldu? Astilen. Digər adı nə oldu? Etin. Və Y maddəsi nə oldu? Bizdə hidrogen. İndi asetilen plus 1 mol hidrogenlə reaksiya gedib. Yəni X plus Y. 1 mola 1 mol temperatur və katalizatorda C2. 2-nin üstə 2 gələndə H4. P-nin biri qırılıb. 1 mol əgər götürmüşsün, burada qarşısında heç nə yoxdursa, 1 mol götürülübsə, eten və ya tarixi adı nədir? Etilen. Cavab nə bəndə oldu orada? Eten və ya etilen. Deməli, eten və ya etilen. D bəndi. Nə bəndidir? D bəndi. İndi baxın uşaqlar. Əlavə izah nə verirəm? Eteni açıq şəkildə yazanda, eten əsas karbon zəncirində, bu tərkibidir etenin. Etenin nəyi yazmışam? Tərkibin. İndi quruluşunu yazıram. Quruluşunda rabitə və nə xətləri göstərilir? Valentli xətləri göstərilir. Quruluş formuludur bu. Eten və ya etilenin quruluşudur. Plus 1 mol hidrogenləşir. Temperatur və katalizatorda. Pi qırıldı, biri bura, biri bura. Olur, pi qırılandan sonra etana çevrilir. Bu etendir. Amma astilen olsa, bizdə asetilen idi uşaqlar. Həmin o reaksiyada asetilen yazmışdı. Asetilen inlərə aiddir. Alkinlərin ilk nümayəndəsidir. Pi 2 dənə pi rabitəsi var. 1 mol hidrogenlə reaksiya gedir. Bunu X işarə eləmişdi, bunu da Y. Və bu reaksiya nədə gedir? Temperatur və nədə? Katalizatorda. O zaman P-nin biri qırılır. Baxın, 1 mola, 1 mol olduğuna görə P-nin biri qırılır. Biri hidrogenin bura, biri də bura birləşir. Olur CH2, 2 qat rabitə, bir də CH2. Nədir bu maddənin adı? Eten və ya başqa adı nə deyirlər ona? Etilen. Eten beynəlxalq addır, etilen isə trivial adlı. Tarixi nə idi? Adıdır. Bax, bizim reaksiyamız belə idi. P-nin neçəsini qırdıq? 1-in. Ona görə ki, hidrogen neçə mol idi? 1 mol. Amma bu astileni tam hidrogenləşdirmək üçün 2 mol hidrogen olsaydı etana çevrilərdi. P-nin neçəsi də qırılardı? İkisi də. P-nin əgər biri qırılıbsa, baxın, P-nin biri qırılanda neçə də atom birləşir? Bu belə başqa rəngdə yazır. 2 də. Bu öz elektronunu götürdü. Bu da öz. 2 dənə atom. Biri bura, biri də bura. Amma P-nin hələ də biri qalıb. 2 mol olsaydı P-nin ikisi də qırılardı. Onda neçə də atom birləşərdi? 4 dənə. 1, 2, 3, 4 dənə birləşərdi. İndi keçid alırıq uşaqlar 125-ci suala. 125-ci sualda uşaqlar Euler nə diaqramı göstərilir? Venn diaqramı. Euler Venn diaqramı verilib. Və burada söz yazıb metan. Burada da nə yazıb uşaqlar? Etan. Metanın formulunu bilirsiniz. CH4 siz yazırsınız. Etan da C2H6 alkandır. Bura 1 yazıb. Bura 1, 3 yazıb. Ümumi xassəsinə də 2 yazıb. Euler Venn diaqramına uyğun ifadəni müəyyən edin. Və bir də orada həlli üçün ayır karbon 12, ayır hidrogen neçəyə bərabərdir? 1-ə. Sual özü 125-ci sual. 1. Molar kütləsi 16 olan metandır. Molar kütləsi 1-də nə yazıb? 1 rəqəmi. Molar kütləsi metanın 12, burada da 1, 16 qram bölünsün mol. 1 hələ nəyə aiddir? 1-ə.
Rum rəqəmlə 1-in aşağı hissəsinə bir rəqəm yazırıq. Virus reaksiyası ilə almaq olmur metanı. O da 2 də bura aiddir. Metanı ikinci sualda virus reaksiyası ilə almaq olmaz. Olmaz hansı reaksiyadan? Virus. Virus reaksiyası ilə niyə görə almaq olmaz? Ona görə ki, metanda karbon bir dənədir. Metan alkanların homoloji sırasının ilk nümayəndəsidir. Onun virus reaksiyası ilə almaq olmaz. 2 də bura aiddir. 1 molun həcmi nə qədərdir? 22.4 litrdir. İkisinə də aiddir. Metanda qazdır normal şəraitdə. Etan da qazdır. Üçüncü orta aiddir. Hər ikisi 1 molu. Molar həcmi neçə litrdir? Qaz halında maddələr, yəni metan normal şəraitdə qazdır. Etan da normal şəraitdə qazdır. Qaz halında maddələrin molar həcmi, yəni 1 molun həcmi 22.4 litr bölünsün moldur. Nə bölünsün mol? Litr bölmək nə oldu? Mol. Litr həcmdir, amma bu necə həcmdir? Molar həcm. Litr bölünsün mol. Doğrudur. 3 aiddir. Bəli, ikisinə. Havadan ağırdır. Etan havadan ağırdır. Bu havanın nə yazırdı? M orta, sonra hava sözünü yazırdıq. Nə yazırdı uşaqlar? M orta molar kütlə. Havanın orta molar kütləsi 29 qram bölünsün mola bərabər götürülür. Deməli, bunun da molar kütləsi 12-ni vurduq 2-yə, bəli, 30 oldu. Digəri 16-dır. Metan havadan yüngüldür, etan isə havadan ağırdır, 4 aiddir 3-ə. Sonra bir də CnH2-nin ümumi formuna uyğundur hər ikisi. Deməli, metana aid olan birlərdir. Metana aid olan nə oldu? Molar kütləsi 16 qram bölünsün mol 1. Virus reaksiyası ilə almaq olmaz 2. İkinci ümumi olan 1 molun normal şəraitdə həcmi 22.4 litr və ümumi formulu CnH2 plus 2 5'li idi. Sonra etana aid olan uşaqlar nə oldu? Havadan ağır qazdı, o da 4. Cavab nə bəndə oldu? Y bəndi. Növbəti suala keçirik. 126-cı sual. 126-da nədir uşaqlar? Maddəni müəyyən edin. 1. Nə yazıb bura? Propan. Sonra 2-də nə yazıb uşaqlar? Oksigen qazı. 3-də karbon neçə oksidi? 4 oksidi. 4-də isə su yazıb. Sual belədir. Yanan maddə nə oldu uşaqlar? Propan. Orada yazıb yanan maddə. Sözlə yazıb yanan. Yanan nə deyirlər ona? Maddə. Burada yanan maddə propandır. Propan neçənci maddə idi? Birinci maddə. Yanmaya kömək eləyən maddə. Bəli, yanmaya kömək eləyən maddə ikinci maddədir. Yanğına kömək eləyən qaz hansı qazdır? Oksigen qazıdır. Yanan maddə nə oldu? Propan. Yanğına kömək eləyən qaz, orada sözlə yazıb, oksigen. Yanğını söndürən maddə nə oldu orada? Üçüncü. Yanğını söndürən karbon 4 oksidi və su oldu. Karbon 4 oksidi 3 və bir də neçə oldu orada? 4. 3-nə neçə yazıblar? 4. 3-də nə idi? 3-də karbon 4 oksidi yazmışdır uşaqlar. 4-də də su molekulu yazıb. Yaza bilərik bu reaksiya. C3H8 oksigende yanar. Propan oksigende yananda karbonun oksidi, karbon 4 oksidi və hidrogenin oksidi su. Hidrogen 8-dən də 2-yə böləndə 4. Karbon 3 dənə bura 3. Birinci əmsal verəndə hara baxırıq hidrogenə. Sonra karbona. Oksigen 6 dənədir, burada da 4 dənə. 6 orada 4. Onu 2-yə böləndə neçə eləyir? 5. Sol hara bərabərdir? Sağ. Doğrudan da bu yanan maddədir. Bu yanğına kömək eləyən qazdır. Bu da yanğını söndürən nələrdir? Maddələrdir. 1, 2, sonra neçə gəlirdi? 3, 4 cavab nə bəndə oldu? A bəndi. Sual da 126-cı sual. Sonra keçirik 127-ci suala uşaqlar. 127-ci sualda nədir? Deyir, tərkibində eyni mol sayda etan, butandan ibarət olan qaz qarışığı. Etan, tərkibində eyni mol miqdarı. Molu nə ilə işarə edir? Nü ilə. Eyni mol miqdarında etan və butan, C4H10. Molları bərabər olan, ibarət olan nə qarışığıdır? Qaz qarışığı. Qarışığı nəyin içərisində yazıram? Mötərizənin içərisində yazıram. Tərkibində mollar eynidir. Nələr eynidir? Nüləri nədir? Eyni olan, etan və butandan ibarət olan qaz qarışığının tam yanmasına 5 mol oksigen sərf olunmuşdur. Yanğına kömək eləyən qaz nə qazıdır? Oksigen. Və əmələ gələn karbon qazının miqdarını hesablayın. Karbon qazının miqdarı neçə mol olar? X mol. Biz reaksiyaları yazmalıyıq. Etan da yanır, butan da yanır və ikisinin yanmasına bir arada neçə mol oksigen tələb olunur?
tərkibində eyni mol miqdarda etan və butan olan qaz qarışığının tam yanmasına 5 mol oksigen sərf olunmuşdur. Əmələ gələn karbon qazının mol miqdarını hesablayın. Biz yanma reaksiyaların yazaq. Baxın, C2, H6 yanır. Yanğına kömək eləyən qaz hansı qazdır? Oksigen. Karbonun oksidi, karbon 4 oksidi və hidrogenin oksidi su. Əvvəl bütün karbohidrogenlər yananda hidrogenə baxırlar. 6D'də 6 2-yə böləndə 3. Sonra karbon 2 dənə. Bura bir neçə yazır? 2. 2-ni vurduq 2-yə. 4. Burada da 3 dənə oksigen. 4 dənə oksigen burada. Uşaqlar 3'ü vurduq oksigen indeksinə. 3 dənə də oksigen burada. 7 dənə. Bax bu 2-ni vurduq 2-yə. 4. 3 də oksigen burada. 7'yi 2'yə böləndə 3 tam 15. İndi məxrəcdən qurtarmaq üçün hər tərəfi neçəyə vuraq? 2'yə. 2'yə vuranda 2 mol C2, H6. 2'yə vuranda bəli 7 mol oksigen də yandı. 2'yə vuranda 4 mol karbon 4 oksidi və 2'yə vuranda 6 mol su. Ya da birbaşa yaza bilərsiniz. Elə 2'yə vurub birbaşa. O vərdişdən asılıdır. Sonra digər butandır. Butan da yenə C4, H10'dur. Yanar. Oksigende yananda karbonun oksidi 4 oksidi və hidrogen. Burada 2 element var. Hidrogenin oksidi su. Mürəkkəb maddə yananda onun tərkibindəki elementlərin nəyə əmələ gəlir? Oksidi. Hidrogen 10 dənə. Onu 2'yə böləndə 5. Birinci əmsal verdiyimiz yer nə idi? Hidrogen. Sonra karbon. Lap axırda oksigen. Karbon 4 mol atom, 4 mol atom. 4'ü 2'yə vuranda 8 dənə oksigen plus 5 də oksigen. 8'in üstü 5 gələndə 13'ü 2'yə böləndə 6 tam 5 mol. Onu da məxrəcdən qurtarmaq üçün hər tərəfini 2'yə vuranda 2 mol butan 13 mol oksigende yandı, yanma təklim 8 mol 2'yə vuranda karbon 4 oksidi 4 2 dəfə və 10 mol da su. Biz bu maddələri indi yazırıq hər ikisini. Deməli birinci etan idi. Tamam o tənləyir. Bir də təkrar yazırıq. 2 idi. Baxın etan neçə mol idi? 2 mola 7 mol oksigen. Bu reaksiyalar ikisində yazmalıyıq mütləq. 7 mol oksigen lazım idi. İndi yazmışıq bunları. Baxın. Sonra nə qədər idi? Baxın. 4 mol budur. 6 mol da bu. Əmsallaşdırmışdıq. 4 mol karbon neçə oksidi? 4 oksidi və 6 mol da su çıxmışdı. Sonra digər reaksiyada butandır. Butanı da yazdıq 2 molu, yandırdıq 13 mol oksigen tələb olundu. 8 mol karbon 4 oksidi və 10 mol da su əmələ gəlir. İndi molları eynidir, eyni deyil. Məsələnin sözlərinə baxın. Etan və butandan ibarət olan qarışığı sistemi alaq. Etan və butandan ibarət olan qarışıq. Bax, budur uşaqlar, qarışıq. Neçə moldur bu? 2 mol. Nüyləri eynidir. Bunun nüyüsü bunun nüyüsünə bərabərdir. Şərtdə vermişdir. Molları eyni oldu, olmadı? Oldu. İkisini yandırmaq üçün, baxın, fərqli rəngdə yazır. İkisini yandırmaq üçün lazım olan oksigen neçə mol idi? 5 mol. Və əmələ gələn, baxın, ikisini yandırmasına əmələ gələn karbon neçə oksidi? 4 oksidi. Karbon neçə oksidi? Baxın, 4 oksidi. Neçə mol olar? Karbon 4 oksidi sual verir. İndi baxın, molları eyni oldu. 2 mol, 2 mol. İkisinin yanmasına, bax bunları cəmləyirik. İkisinin yanmasına 7 mol oksigen burada, 13 mol oksigen burada. 7, üstə gəlmə 13. 20 mol nə lazımdır? Oksigen lazım olanda nə qədər karbon qazı çıxır? Yenə də cəmləyirik. 4 mol buna, 8 mol da buna. 12 mol karbon neçə oksidi ayrılır? 4 oksidi. Baxın, ikisinin molları eynidir. Bu, yəni bu şərtə görə düz gəldi. Yəni molları bərabərləşdirməyə ehtiyac olmadı. Əgər birin molu az, birin molu çox olsaydı biz Avogadro'da da yazmışdıq. Hansının bərabərləşdiririk? Böyünü. Bərabərləşdirməyə ehtiyac nədir? Olmadı. Hər ikisi 2 moldur. Və ikisinin yanmasına nə qədər oksigen tələb olunur? 5 mol oksigen tələb olunanda neçə mol karbon qazı? X mol. Sual verir də, bax karbon. 7 mol oksigen buna lazımdır. 13 mol da oksigen butanı yandırmaq üçün. Cəmləyəndə 20 mol oksigen tələb olunanda burada neçə idi əmsal? 4. Bunun əmsalı neçə oldu uşaqlar? 4. 8 orada 13. Baxın 4 ilə də nəyi toplayıram? 8'i toplayanda 12 mol karbon 4 oksidi. İndi 20 ilə 5 ixtisar getdi neçəyə? 4'ə.
12 də 4-ə böləndə x-in qiyməti neçə oldu burada? 3. Yəni birbaşa yazdım da, ya da istəyirsiniz tənasübü yazın. X bərabərdir. Eyni cavabdır da. 5-i vururuq neçəyə? 12-yə. Bölürük neçə? 20. 20 ilə bu getdi. Hazırını yazmışdım 4. 12 də 4-ə böləndə 3 mol. Nə əmələ gəlir uşaqlar? Karbon neçə oksidir? 4 oksid. Karbon dioksid, karbon qazı. Özü də bu nə oksiddir? Turşu. Turşu nə deyirlər ona? Oksidi. Karbonatın nə idi bu? Anhidridi. Turşu oksidlərin başqa adı turşu anhidridləri deyilir. Karbonun burada valenti neçədir? 4. Oksigenin valenti neçədir? 2. 4 ilə 2 getdi. Bura bir neçə yazır? 2. Köhnə adı nə oldu? Karbon 4 oksidi, karbon dioksid. Tarixi adı karbon qazı. Yox, kəskin ili deyil. Karbon qazı. Kəskin ili qaz SO2-lik. Küçük 4 oksidi. Boğucu qazdır. Aydındır. Bu belə. Neçə mol oldu cavab? 3 mol. Cavab nə bəndidir? A bəndi. 128-ci məsələ nədir uşaqlar? Maraqlı məsələdir. Bundan bir dənədir. 1 litr tetraxlor metan. 1 litr. Metan sözü nədir ümumiyyətlə? CH4. Metan. Tetraxlor deyəndə 4-ü də əvəz olunur. Tetraxlor metan 1 litr. Tetraxlor metan almaq üçün və ardıca da yazıb 1 litr tetraxlor metanın sıxlığını yazır. 1 litr tetraxlor metanın sıxlığı verib 1,54 qram bölünsün kub santimetr. Deməli, tetraxlor metanın həcmi verib uşaqlar 1 litr. Bir də sıxlığını verib. Almaq üçün. Bunu almaq üçün. Neçə litr xlor metanla reaksiya girməlidir? Neçə litr nə girməlidir reaksiya? Xlor metanla reaksiya girməlidir. Metan xlorla reaksiya daxil olur. Tam əvəz olunma olmalıdır. Tam əvəz olunma. Tam əvəz olunmada hidrogen 4 dənədirsə 4 mol. Nə kvantunu daraqdan? İşıq kvantan C-xlor 4, tetraxlor metan və plus 4 molda hidrogen xlorid qazı. 4 dənədir, 4 molda hidrogen xlorid qazı. Bu maddənin adı nədir uşaqlar? Tetraxlor. Nə oldu bunun adı? Tetraxlor metan. Tetraxlor metan almaq üçün tetraxlor metan 1 mola neçə mol oldu? 4 mol. Tetraxlor metan nə etmək üçün? Almaq üçün. Tetraxlor metan maye halındadır. Maye maddə neçə litr xlor metanla reaksiya girməlidir? Xloru müəyyən etmək üçün biz bu maddənin qramını tapmalıyıq. Nəyin tapmalıyıq? Baxın, neçə litr xlor metanla reaksiya girməlidir. Əvvəla tetraxlor metanın həcmi verilmişdir. Tetraxlor metan normal şəraitdə maye halındadır. Kimya sənayesində bir həlledici kimi istifadə olunur. Bu qram bölünsün kub santimetri, qram bölünsün litrə çevirmək üçün unusu neçəyə vururlar? 3-ə. Bax, sıxlığı qram bölünsün kub santimetrdir. Burada isə həcm neçə litr verilib? 1 litr. Bu da bərabərdir. Vergüllər atdı. 1540 qram bölünsün litr sıxlığı oldu. İndi nə verilib bizdə verilənlər? Tetraxlor metanın nəyi verildi? Tetraxlor metan. Metandakı hidrogen. Adı nə oldu bunun? Tetraxlor, nə deyirlər ona? Metan. Və ya 4 xlorlu karbon və ya bir də adı var. Karbon, neçə xlorid deyirlər ona? Bir daha demək olar karbon 4, valenti 4-dür axı karbonun. Xlorid. Xlorid. 3 dənə adı var bu maddə uşaqlar. Tetraxlor metan, karbon 4 xlorid və 4 xlorlu karbon. Neçə xlorlu? 4 xlorlu, nə deyirlər ona? Karbon. V'si neçə litr verilmişdi? 1 litr və R'sun da qram bölünsün kub santimetr 1,54 qram bölünsün kub santimetr litrə çevirəndə 1540 qram bölünsün litr oldu. Rho da var, V də var. Özü də maddə maye halındadır. Kütləsini müəyyən eləməliyim. M bərabərdir Rho vurmaq V-yə. Bu da bərabərdir. Buna vuranda 1540 qram bölünsün litri vururuq 1 litrə. Litrlər 7. 1540-ı 1-ə vuranda kütlə nə qədər oldu elə? 1540 qram. İndi həmin reaksiyanı təkrar yazıram. Metan
4 mol xlorla reaksiya girir. Necə əvəz olunmadı? Tam əvəz olunma işıq kvantını udaraqdan 1 mola 4 mol. Tetraxlor metan və ya 4 xlorlu karbon, karbon 4 xlorid. 4 molda hidrogen 4'ü çıxıb xlorla birləşib hidrogen xlorid qazı əmələ gəlir. Burada qaz əmələ gəlir. Baxın, yer olmadı. Bir də yaxşı göstərim. Tetraxlor metan və plus 4 mol hidrogen xlorid qazı. İndi tetraxlor metanın çəkisini tapdıq. Kütləsin 1540 qram. Əgər tetraxlor metan almaq üçün neçə litr xlor nə ilə reaksiya daxil olur? Metanla. Bax, axtardığım budur. Xlorun litrin aşağı hissəsindən baxın. Xlor neçə moldur? Litrin altından 4 vurma 22.4 litr yazır o. Qramın altından da molar kütlə. Baxın, bunun 1 molu molar kütlə, yəni emirə bərabərdir. Tetraxlor metanın emiri neçədir orada? 154. Özləri verib 12, 35.5-i 4'ə vuranda 154'ü də buraya yazırıq. Bunlar ixtisar getdi. Burada neçə qaldı? 10. Onu da buna vuranda x bərabərdir. 896 litr xlor qazı reaksiya daxil olmalıdır. 896 litr C bəndi. Yerləşdir.